Sürücülük hüququ, eləcə də motosikletin dövlət qeydiyyat nişanı olmadan yol hərəkəti qaydalarını kobud şəkildə pozan və bu hərəkətlərini sosial şəbəkələrdə paylaşan 23 yaşlı Dağıstan Respublikası doğumlu İdris Sultanov yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun müxtəlif zamanlarda ona yaxın nəqliyyat vasitələrinə qəsdən zərər yetirərək hadisə yerinə yayındığı da məlum olub. Həmin şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, idarə etdiyi motosiklet isə cərimə meydançasına yerləşdirilib. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət olunması hər bir sürücünün hüquqi məsuliyyəti və vətəndaşlıq borcudur. Yol hərəkəti qaydalarını pozaraq cəmiyyətin təhlükəsizliyini təhdid edən şəxslər barəsində qanunvericinin tələblərinə uyğun olaraq sərt tədbirlər bundan sonra da qətiyyətlə tətbiq ediləcəkdir.